Birləşmiş Ştatların Böyük Orta Doğuda və Afrikada əsas tərəfdaşı olaraq Türkiyənin seçdiyi barədə məlumatlar beynəlxalq mətbuatda mütəmadi olaraq yayılır. Son günlərdə belə məlumatları rəsmən təsdiqləyən iki mühüm hadisə baş verib. Bunlardan birincisi, ABŞ-ın Türkiyəyə göndərəcəyi yeni səfir Tom Barakın Senat dinləmələrində səsləndirdiyi fikirlərdir. O deyib, Birləşmiş Ştatların Orta Doğudakı baskı siyasətində, o cümlədən İrana qarşı siyasətində ən önəmli tərəfdaşı Türkiyədir. Afrika qitəsində də Çinə qarşı mücadilədə ABŞ-ın əsas müttəfiqi Türkiyədir. ABŞ-da belə ənənə var. Hər hansı ölkəyə səfir göndərilən diplomat Senatdakı dinləmədə Ağ Evin həmin ölkə ilə bağlı siyasətin əsas prioritetlərini elan edir. İkinci mühüm hadisə isə Benjamin Netanyahunun Ağ Evdə Donald Trumpla görüşü zamanı dünya gündəminə bomba kimi düşən bəyanatlar oldu. Netanyahu Trumpdan Suriyada Türkiyəyə qarşı yardım istədi. Trump isə Türkiyə 2000 ildir heç kimin ala bilmədiyi Suriyanı aldı dedi. Üstəlik, Oval Ofisdə İsrail Baş Nazirinə Türkiyəyə qarşı ağıllı ol təpkisini verdi. Gözlərimizin önündə yeni dünyanın yeni tarixi yazılır. Son dövrlərə qədər ABŞ-ın Böyük Orta Doğu siyasətinin kilit nöqtəsi İsrail olub. Trumpın prezident seçilməsindən sonra gözlənilirdi ki, Birləşmiş Ştatlar İsraili indiyə qədər görünməmiş ən yüksək səviyyədə dəstəkləyəcək. Lakin hesablar tərs təpdi. Öncə Trump araşdırmacı Jeffrey Sachs'ın Netanyahu, o uşaqdır, Birləşmiş Ştatları Orta Doğudakı gərəksiz müharibələrə sürüklədi çıxışını öz sosial media hesabında paylaşdı. Bu paylaşım artıq ABŞ-ın İsrailin istəkləri ilə bağlı hər hansı müharibəyə girməyəcəyinin siqnalı idi. İndi də Trumpın Oval Ofisdə Netanyahuya verdiyi sərt təpki. Bu təpkini diplomatik dildən adi dilə çevirdikdə Amerikanın regiondakı əsas müttəfiqi Türkiyədir anlamını verir. Sual yaranır. Nə üçün Trump administrasiyası ABŞ-ın vazgeçilməz, ən böyük müttəfiqi olan İsraili bir kənara itələyir? Orta Doğuda və Afrikada əsas müttəfiqimiz Türkiyədir deyir. Sualın cavabını hansı ölkənin hansı gücə sahib olmasında axtarmaq lazımdır. ABŞ-ın və Avropanın əsas dövlətlərinin hərtərəfli dəstəyinə baxmayaraq, İsrail nə Qəzzada Həmas, nə Livanda Hizbullaha qarşı, nə də Suriyada yeni hakimiyyət güclərinə qarşı əldə tutulacaq qələbə qazana bilmədi. Türkiyə isə tam tərsinə, əlini qatdığı hər geopolitik qarşıdurmadan qələbə ilə çıxır. Bu qələbələrin bəzilərini sıralayaq. Ən sonuncusu Suriya qələbəsidir. Trumpın da dediyi kimi, Türkiyə Suriyanın tamamını ələ keçirdi. Rəsmi Ankara görünməmiş ustalıqla çox böyük oyun quraraq, başda ABŞ olmaqla, bütövlükdə Qərb, Rusiya, İran, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi böyük güclərin at oynatdıqları Suriya sahəsini bu güclərdən təmizlədi və tək başına onu ələ keçirdi. 14 ildə vurulan düyün 2 həftədə çözüldü. Liviya qələbəsi, Xəlifə Haftarın paytaxt Tarablusa girdiyi günləri yada salaq. Haftarın arxasında da Rusiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qərb dövlətləri dayanırdı. Türkiyə tək başına bu böyük koalisiyaya qarşı dirəndi və onu Benqaziyə qədər qovdu. Xilas etdiyi rəsmi Liviya hakimiyyəti ilə həyati əhəmiyyət daşıyan dəniz anlaşmasını imzaladı. Bugün Liviyanın həm quru ərazilərindəki, həm də dəniz iqtisadi sahəsindəki neft-qaz hasilatı məsələsi Türkiyənin nəzarətindədir. Qətər qələbəsi. Misir və Körfəzin ərəb monarxiyaları Qətəri blokadaya salaraq çevriliş etməyə çalışdı. Məhz Türkiyə əmirliyini və hakimiyyətini qorudu. Bugün Qətər kimi çox əhəmiyyətli ölkə Türkiyənin ərəb dünyasındakı ən sadiq strateji tərəfdaşıdır. Qarabağ qələbəsi. Rusiya, ABŞ, Fransa, İran və digər qərb dövlətləri neytrallaşdırıldı. Azərbaycan-Türkiyə birliyi 30 illik problemi 44 günə həll etdi. Bu sıraya Türk coğrafiyasında, Balkanlarda, İraqda, Somalidə, Sudanda və digər sahələrdə qazanılan əhəmiyyətli uğurları da daxil etmək olar. Türkiyə əsaslı geopolitik gedişlər və möhtəşəm silah sənayesi ilə super güc olma istiqamətində irəliləyir və bunu samballı düşüncə quruluşları, ən böyük media qurumları yazır. Bilindiyi kimi, İngilislərin əbədi dostları yox, əbədi maraqları olur. İngilis marağı da hər zaman ölünün yox, dirinin yanındadır. Qərbi Avropa adlı geopolitik oyunçu bugün səhnədə yoxdur. ABŞ isə zəifləyir. Hökmünü əvvəlki kimi hər yerdə yeridə bilmir. Məhz bu səbəbdən Ağ Ev zəif İsrailin deyil, güclü Türkiyənin yanında olacaq. Və məhz bu səbəbdən Ağ Ev Orta Doğudakı və Afrikadakı maraqlarını Türkiyə ilə bölüşmək zorunda qalacaq. Başqa sözlə, zəifləyən Qərbin də könülsüz xeyir duası ilə Türkiyə Cümhuriyyəti Böyük Orta Doğunun yeni patronu olur.